vaginal laparoskopiya vasitəsilə venoz dediyimiz əməliyyat. Keçən dəfə ilk dəfə olaraq laparoskopik venoz vasitəsilə neomektomiya etmişdik. İndi isə vaginal laparoskopiya vasitəsilə ekstrapasiya əməliyyatı icra etdik. Əməliyyat mükəmməl keçdi. Tamamilə belə deyək, o biri yəni qarnın ön divarından etdiyimiz laparoskopiyadan fərqlənir. Fərqli nədir? Daha az travmalı olması, daha qısa müddətdə əməliyyatın başa gəlməsi və daha az qan itkisi ilə əməliyyatı başa vurduq. Əməliyyat həqiqətən mənə zövq verdi. Ən son innovasiyaları bizə gətirdiyinə görə professor Vasilyevicə dərin minnətdarlığımı bildirirəm. Pasiyent bir saatdan sonra qaldıracağıq, aktivləşdirəcəyik, pasiyentə CD kateteri qoymuruq və ən əsası da burada ağrı kəsici istifadə olunmur. Həmən o dediyimiz portlar bunlardır, venoz portları. Biz bunları uşaqlıq yolundan yerləşdiririk. İndi videoda var, onda da göstərəcəm. Bunu da salırıq içəriyə. Belə, yəni mükəmməl oldu. Мы сегодня в рамках мастер-класса провели вот такую вот интересную операцию веноз гистерэктомия. Это новая технология, которая недавно, в общем-то, пришла для хирургов в мире. И она позволяет, видите, сделать это оперативное пособие без повреждения вообще передней брюшной стенки. Мы сделали все это трансвагинально, с минимальной кровопотерей. И у нас пациентка соматически очень сложная, это тяжелая. Я не буду говорить, там, какие болячки у нее. Да, у нее патология. Вот такая значимая для нее, было очень важно сделать эту операцию очень щадящей. Вот, собственно говоря, вот этого добились. И мы сегодня же эту женщину, в принципе, по таким европейским меркам, она могла бы сегодня пойти домой. Вот, но, так сказать, мы сейчас пока, учитывая, что это такая вот первая операция в рамках мастер-класса, доктор Айла говорит, что это операция первая и в Азербайджане. Вот, и мы, конечно, очень так будем, конечно, бережно относиться к нашей пациентке. И я да, если все будет nормально, то даже после такой большой операции она завтра пойдет. Professor deyir ki, Avropada bu əməliyyatı səhər edirlər, axşam pasiyenti evə buraxırlar. Hər kəsə can sağlığı arzu edirəm. Başda anestezioloqlarımız olmaq şərti ilə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, anesteziologiya briqadamıza söz ala bilməz. Varis Livoviç çox razıdır onlarla. Sağ olun.